Salam dostlar. Mən belə göbələk çipsi hazırlayıram. Pivə məzəsidir bu. Göbələkdən çipsi hazırlayıram. Baxın necə eləyirəm. Göbələyi belə bu fasonda doğrayırıq. Belə. Göbələyi belə doğradıq. Bir porsiyanı. Göbələyi belə yuyuruq. Mütləq bu göbələk yuyulmalıdır. Sonra göbələyi belə tökürük nişastanın içinə, kraxmalın içinə yəni. Sonra kraxmalda belə bunu hamısını buluyuruq kraxmala. Yəni yaxşıca bu bulanmalıdır. Sonra belə süzgəclə bu cür eləyirik. Kraxmalı getməlidir. Belə. Sonra onu tökürük belə yağın içinə. Fritördür bu. Yəni fri qızardan aparatda, məzə qızardan aparat. Burada pişiririk. Göbələk bu cür pişir, qızarır. Göbələk çipsi belə hazırdır. Göbələk çipsi belə hazırdır. Çox qəşəng olur, möhtəşəm.